Salam, hər vaxtınız xeyir. Qarpız qabığını atmağa tələsməyin. Bugün birlikdə çox dadlı qarpız qabığı mürəbbəsi hazırlayacağıq. Şəffaf görünüşü, xoş ətri və möhtəşəm dadı ilə bu mürəbbə süfrənizin sevimlisinə çevriləcək. Qabıqların yaşıl hissəsini bıçaqla təmizləyirəm. Sonra isə qırmızı hissələrini də təmizləyirəm. Təmizlədiyim qarpızları formalı kəsirəm. Bir xörək qaşığı soda əlavə edib üzərinə çıxana qədər su əlavə edib qarışdırıram ki, soda həll olunsun. İki saat sodalı suda gözlədirəm. Daha sonra bol suda yuyuram. Qazana əlavə edib üzərinə çıxana qədər su əlavə edirəm, 10 dəqiqə qaynadıram. Süzüb kənara qoyuram. Keçirəm şərbətin hazırlamağa. Şəkər tozun üzərinə su əlavə edirəm. Şəkər tozu əridikdən sonra qarpız qabıqlarını əlavə edib orta odda 1 saat bişirirəm. Bişmənin sonuna yaxın limon duzu və vanil əlavə edirəm. Soyuduqdan sonra steril bankalara doldurun. Resepti bəyəndinizsə videoya like etməyi, kanala abunə olmağı və yeni, ləzzətli reseptləri qaçırmamaq üçün zəng işarəsini aktiv etməyi unutmayın. Nuş olsun!